Zahir müəllim, mən danışa bilərəm. Amma valideynlərinin adını çəkmədən danışa bilərsən. Valideynlərin adını çəkməyək. Allah ondusun, mən bu dəqiqə ürəyim partlayır. Nə deyəcəyimə cavabdeh deyiləm. Yox, o zaman olmaz. Efirdir, efirin etikası var. Mən O dünən də etikalıdır, o etika göstərir mənə. Hamı dünya düşün mənim üstümə ki, ona xeyir dua ver. Dünya mənə, hamı hər yerdə müraciət edirlər, xahiş eləyənlər var. Elə insanlar ki, üzr istəyirəm dönə-dönə. Mən o qədər belə aciz qalıram o insanların qarşısında ki, bu insan mənə gör nə qədər məni, bunlar dəyər verir bir ana kimi, məndən xahiş eləyirlər. Hətta mən deyərəm ki, bəlkə də mən onun yanında durmağa layiq deyiləm. Mən bir cılız, kasıb, Sevinç, təranə, hər ikiniz bir danışırsınız. əzilmiş bir anıyam. Bu tərbiyədən asılıdır. Ceyran xanım. Mən özümə hakim deyiləm, Zahir müəllim. Sən neçə illərdir bu efirdəsən və efirin qaydası var. Onun sözü getməlidir. Təhqir eləmək olmaz. Təhqir eləmək O olmaz. mənə təhqirdir də. O təhqir deyil. Nə deyir ki, İkiniz deyir o ki, nələr Ceyran eləyib xanıma bilirsiniz? tədbir görün, xahiş edirəm. Mənim valideynlərimin adını çəkməyin. Valideyni, o valideyndi. Burada onu biabr eləyir. Niyə o valideyninlə müraciət eləmirdi? Sana konkret. Niyə müraciət eləmirdi? Biabr eləyib, mənə eləyib, Hə? yaxşı eləyib, eləyib də. Yaxşı eləyib. Sən niyə mənim oğlumu əlimdən alırsan? Hə? Niyə aldın oğlumu? Ay bacı. Niyə oğluma elə cəza verirsən? Allah sənin cəzanı Yemək verir. Yeməkxanada canlı açılmışdı, Nabatla oturmuşdular yanbayan. Bir dənə gəlin ağzına çıxan deyir, ağızlarını açıb bir kəlmə demirlər ki, özünüzü yığışdırın. Əlbəttə. Ancaq bunları təhqir eləyəndə, mən bir dənə Aslana dünənləri nəsə işlətdilər, həmin dəqiqə məni blok elədilər TikTokdan. Xeyr, niyə yalan danışsın Hacı? Mən hələ dedim ki, hər kəsi salamlayıram. Sakitcə Mən demək dedim lazım ki, deyil. sakit durun. Sakitcə O demək barədə lazım deyil. danışmayın. Mən dedim. Axı, yad adam yayında. yad adamdır. Bu sənin oğlunun xanımıdır da, rəsmi Allah olaraq. görür. Rəsmi olaraq xanımıdır. Yəni Mən sən yad ağzı adama çəkim, rəvac bir verməməlisən. Allah'ı tanıyansansa Allah'ın yolunda gediydin də. Hə? Ağzımı açdır, mən eşitdiyimi, bildiyimi hamısını açıb tökərəm burada. Məni tərpətmə. Ceyran xanım, Tərpətmə məni. Ceyran xahiş xanım, edirəm. sən efirdəsən. Həddim bilsin. Mən onun yıxaladığı, zincirlədiyi oğlanın anasıyam. Mən niyə dinməməliyəm? Niyə Ceyran xanım, danışmamalıyam? əyləşin, əyləşin. Niyə danışmayayım mən? Ceyran xanım, Mehriban xanım, xahiş edirəm. Ceyran Mən niyə xanım, danışmaq əyləşin. deyiləm ki? Ceyran Bu xanım. da Otur danışın. Mən də. Ola icazə versən mən. Buyur.